Şok bir xəbər başlığı gördüm bu dəqiqədə. Deməli, xəbər başlığı bundan ibarətdir. Süni mayalanma ilə bağlı bacı-qardaş evliliyinə yol aça bilər. Bununla bağlı artıq həyəcan təbili çalınır. Sonsuzluqdan əziyyət çəkən ailələr, cütlüklər çoxaldıqca süni mayalanma yöntəmi ilə övlad sahibi olmaq istəyənlərin sayı da getdikcə artır. Övlad sahibi ola bilməyən cütlüklər bu yöndə apardıqları müalicələr nəticə verməyəndə son ümid kimi süni mayalanma yöntəminə üst tuturlar. Hər il bu tibbi metoda müraciət edənlərin də sayı az deyil. Dövlət Statistika Komitəsindən bildirilib ki, 1939 qadın süni mayalanma etdirib, amma bu tibbi yöntəm ailələrə övlad sevinci bəxş etsə də onun artımı ciddi narahatlıq doğurur. Mütəxəssislər bunun böyük təhlükələrə yol aça biləcəyindən narahat olurlar. Bəs 20 ildən artıqdır ki, süni mayalanmanın tətbiq olunduğu ölkəmizdə bu qanunun yubanması hansı təhlükəni yaradır? Bu sahənin mütəxəssisləri tibbi prosedur zamanı hansı problemlərlə üzləşirlər? Mövzu ilə bağlı bizim mediaya danışan tanınmış ginekoloq Rəşad Sultan bildirib ki, bu qanunun qəbulunun yubanması onların fəaliyyətindəki bir çox məsələlərlə bağlı sualları açıq saxlayır, boşluqlara yol açır. Eləcə də bəzi tibbi prosedurlar onun reallaşması ilə bağlıdır. Biz hazırda bir hüquqi prinsiplə işləyirik, qanunla bir şey qadağan olunmayıbsa demək olar. Biz işləyirik, süni mayalanma edirik, buna daxil olan bir sıra prosedurları həyata keçiririk, çünki qanunla qadağan olunmayıb söylüyor. Hüquqşünaslar da sözümüzü təsdiq edirlər ki, bu yanaşma yanlış deyil, amma bu qanunla tənzim olunarsa əlbəttə ki, daha yaxşı ola bilər. Burada mən sırf gəlməliyəm o bacı ilə qardaş məsələsinə. Deməli, ginekoloq bildirir ki, ən əsas məsələlərdən biri budur. Mən donor məsələsinin tənzimlənməsi deyəndə elə bunu nəzərdə tuturam ki, donor sayının tənzimlənməsi əlbəttə bura daxildir. Bir qadın yaxud kişi donorun bir neçə dəfə öz xidmətlərini təklif etməsi yol verilməzdir. Bu sayla tənzimlənməlidir. Bu qanunla müəyyən edilməlidir ki, bir nəfər bir dəfədən yaxud 3 dəfədən artıq donor olmasın. Çox uzun bir müsahibədir, amma mən burada bacı-qardaş məsələsinə xüsusi diqqət çəkmək istəyirəm. Çox təəssüf ki, burada hələ ki, yəni bu məsələnin içərisində, daha doğrusu müsahibənin içərisində onu tapa bilmirəm. O zaman oxuyaq müəyyən hissəsi qalıb. Qanun olmadığı üçün bəzən bu suala qarşılaşır. Daha bir məqam, qanun qadağan etməsə də biz daşıyıcı analıq yöntəmlərindən istifadə etmirik, amma qanun icazə versə edərək, əmin şəkildə həyata keçirərək, amma qanun olmadığı üçün sırf etik səbəblərdən buna getmirik. Əlbəttə, bu qanun həm bizim həkimlərə, həm də bu xidmətlərdən istifadə edəcək vətəndaşlarımıza lazımdır. Deyir, məsələnin ən təhlükəli tərəfi bir donordan övlad sahibi olmaq istəyən müxtəlif ailələrdən istifadə olunmasıdır. Bəzi klinikalar eyni şəxsin spermasından 10-20 ailə üçün istifadə edirlər. Bu isə gələcəkdə bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər. Bəli, əslində burada çox ciddi məqamlar var. Çünki donor kimi istifadə edirsən, amma bilmirsən ki, sənin istifadə etdiyin o donor sənin qardaşındırmı, bacındırmı? Bəli, bu məsələyə də diqqət etmək lazımdır. Bir daha qeyd etmək istəyirəm bu hissəni. Deyir ki, bəzi klinikalar eyni şəxsin spermasından 10-20 ailə üçün istifadə edirlər. Bu isə gələcəkdə bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər. Əslində, həqiqətən də burada diqqət çəkiləsi məqam var. Övladı olmayan, süni mayalanmanın özünün çox-çox üstün tərəfləri var ki, ailələri dağılmaqdan qoruyur, ailələri dağılmaqdan hifz edir. Bunun özünün özəllikləri var. İllərlə övlad həsrətində olan kimsə, məsələn, süni mayalanma nəticəsində sevinir. Düzdür, bəzilərinin öz həyat yoldaşından istifadə edərək bu prosedura həyata keçirirlər, bəzilərində isə başqa bir donordan istifadə olunur və burada diqqət edilən məqam, bir donordan 10-20 ailə üçün istifadə olunursa, o zaman deməli, gələcəkdə həqiqətən də bəzi bacı-qardaşların evlənmə təhlükəsi yaranır. Amma bir-birlərindən xəbərdardılarmı? Eyni yerdən mayalandıqlarını bilirlərmi? Xeyr, bilmirlər. Bu əslində həqiqətən də çox ciddi təhlükələrə yol aça bilər və bunu bilmədən qurulan ailədə belə
Ondan sonra əqli və fiziki qüsurlu uşaqlar doğula bilər və ümumiyyətlə bacı qardaş bu evlənməsi, bir ortama gəlməsi, təbii ki, onu belə ağla gətirmək belə mümkün deyil. Düzdür, indi müasir zamanda daha nələr eşitmirik, daha nələr görmürük. Məsələn, bu yaxınlarda bir YouTube kanalına bir mütəxəssis müsahibə vermişdi ki, ana gəlib yanıma, deyir ki, mən oğlumla aylardır, yoxsa bilmirəm, valla illərdir sevgili kimi yaşayırıq evdə. Yəni, başqasına heç ehtiyacımız yoxdur. Sonuçda belə məlum olur ki, yəni, oğul evlənməyəcək, ana da ailə həyatı qurmayacaq. Böyük ehtimal ki, əri də yoxdur ki, indi oğlu ilə sevgili kimi yaşaya bilirsə. Və yaxud da ki, atanın öz qızını zorlanması məsələsi. Dəfələrlə eşitmişik belə şeyləri. Yəni, sabahda bir bacının qardaşla evlənmə məsələsi, hətta bilərəkdən ki, bunlar bacı-qardaşlar evlənmək məsələsi də artıq bizə qeyri-adi gəlməyəcək. Çünki dünyada o qədər dəyişiklik var ki, bu yaxınlarda bir video çıxdı qarşıma. O videoda bizim bu gülüş ustalarından biri idi. Həm də müğənni kimi də ara sıra fəaliyyət göstərir. İndi yadımdan çıxdı adı. Deməli, adam böyük auditoriya qarşısında belə bir musiqi ifa eləyir. Nənəm bardadır, atam qəbirdə çevrilir, babam qəbirdə çevrilir filan. Nənəm, nə bilim, yeyib içir, babam qəbirdə sıxılır filan. Nənəm mənim gəzir küçədə səhərə qədər, nənəm mənim Instagrama şəkil atır, nənəm mənim dolğu doldurub dodağına, əl gəzdirib hər bucağına, gəlin köçür təzə ocağına, nənəm mənim babamı fırladır qəbirdə, nənəm mənim klublarda hoqqa verir, nənəm mənim qarışmır heç kim işinə, heç yığışmır ev eşiyə, nömrə verir 100 kişiyə, nənəm mənim nənəm mənim. Və təsəvvür edirsiniz, orada oturub onu dinləyən adamların hamısı alqışlayırdı və gülürdü. Mən belə baxdım, yəni çox maraqlı gəldi mənə ki, nəyə gülürlər və burada gülməli nə var? Birinci, yumor ölüb Azərbaycanda. Buna gülə bilərik ki, yumorumuz yoxdur. Və biz həmişə nənələrimizə necə dəyər vermişik? Bəzi insanlar var ki, onlar nənələrini öz valideynlərindən belə çox istəyiblər. Çünki bizim dönəmlərdə nənə həqiqətən nənə idi də. İndi nənələr də biraz belə rəfiqə kimi olur. Məsələn, indi müasir nənələr boğçasından çıxarıb nəsə nəviyə verməyə bilər. Bu o demək deyil, çox istəmir, yox. Amma ki, biz məsələn gözləyirdik ki, gedəndə nənəmiz sandığından çıxarıb nə verəcək bizə. Bizim üçün o qədər dəyərli idi ki, nənə və bugün nənəmiz bardadır deyə musiqi səsləndirir birisi və ona böyük kütlə oturub əl çalır. Və baxırsan ki, yaşlı başlı adamlardır, yəni ona əl çalan 13-15 yaşında gənclər deyil, kifayət qədər ağlı başında olan insanlar oturur o musiqiyə əl çalır. Nəyə əl çalırıq? Nənəmiz bardadır, əla. Bütün dəyərləri itiririkmi? Bəli, itiririk. Nəyə əl çalırıq? Babamız qəbirdə fırlanır, nənəmiz barda fırlandıqca babamız da qəbirdə fırlanır. Yəni bu əl çalınacaqdırmı? Həqiqətən də alqışlanacaq bir şeydirmi? Mövzu tükənə bilər, başa düşürəm, mövzu tükənir, amma ki, valla tükənəndə də elə dəyərlər var ki, ona toxunmağa ehtiyac yoxdur, ona toxunmaq lazım deyil. Məsələn, nənəmiz bardadır demək, bu çox utanc və xəcalət verici bir şeydir. Bir də ki, babanın qəbri ilə məzələnmək deyə bir yanaşmadır orada. Yəni, onu ifa edən adam, əminəm ki, yəni nənəsi də, babası da o dünyadadır. Yəqin ki, indi təqribi bizim yaşlarda olan birisidir. Mənim nənələrim də, babalarım da dünyalarını dəyişiblər. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Amma bugün həqiqətən də nə qədər gülməlidir o situasiyanın özü, o musiqi, o sözlər nə qədər gülməlidir. Gülməli olan o deyil idi. Gülməli olan babasını və nənəsini, birini barda, birini də qəbirdə fırlanan, təsvir eləyən müğənni və yaxud da ki, humorist idi və ona əl çalan insanlar idi orada. O qədər cılız görünürdülər ki. Və indi toylarda belə bir nənələr peyda olublar. Xarici mahnılar oynayırlar. Bütün orqanlarını əzalarda oynada və onu bugün Şadlıq Sarayı dəvət eləyir. Yəqin ki, sosial şəbəkələrdə sizin də qarşınıza çıxıblar. Şal bağlayırlar nənələr. Təsəvvür edirsiniz, Michael Jackson'ın mahnısını oynayırlar, şal bağlayan nənələr.
Heç olmasa nənələrə toxunmayın da. Biri deyir ki, xalamı axtarıram. Elçin Əmbəranski çox gözəl də tənqid etdi bu mövzunu. Yəni, xalavı axtarsan, efirdə niyə axtarsan xalavı? Nə bilim, musiqi ilə niyə axtarsan? Getdi də anandan soruşsa, gör xalan hardadır? Normalda, deyir o xala ana yarısıdır da. Normalda xalanın yerində elə ana bilir də telefondan əlaqə saxlayırmı, danışırmı? Siz bugün bunu çevirirsiniz. Xala axtarıram, sonra nə bilim deyəsən deyirlər, pullu xala axtarıram. Bütün o nə qədər ki dəyərləri var, hamısını gömməklə məşğuluq. Hamısını bastırırıq, üzərini də torpaqlayırıq. Bir nənə ilə babaya dəyməmişdik, ona da ki, artıq şükür Allaha əl çalanların, dırnaq arasında deyirəm təbii ki bunu, əl çalanların sayı çoxalıb.